Salam hörmətli izləyicilər. Bu gördüyünüz kimi Gəncə şəhər Xan bağının qarşısıdır və ondan da yan tərəfdə də bizim 18-ci ildə Cümhuriyyətin ilk binası, indiki Aqrar Universitetin baş binasıdır. Rəhbərliyin, rektor və digər rəhbərlərin əyləşdiyi binadır. Və burada isə Milli Təhlükəsizliyin binasıdır. Burada da yine bu qədimi bina. Yine de burada Azərbaycan Xalq Cümhuriyyəti muzeyidir. Buradan biz deməli bu Heydər Əliyev prospektidir. Üzü bir nömrəli tam orta məktəbə tərəf gedir. Bura artıq Cümhuriyyətin ilk binası olan Aqrar Universitetin baş binasının yan küçəsidir. Küçə deyəndə prospektdir. Prospektlə gələndə prospektdə gördüyünüz kimi mən bir dəfə də burada çəkiliş etmişdim və bax bu səki piyadaların gediş-gəliş yerində öndə Sabir küçəsini dönüşü keçəndən sonra dəmir dirəklərlə səkidən zəbt olunan sahə və bu inventar siyahıda olan binanın deməli içərdən söküblər, binalar qalıb. Bu Mədəniyyət Nazirliyinin siyahısında olan binalardır. Bax bu Sabir küçəsinə dönüşdü, amma burada prospektə baxan yerdə deməli dəmir dirəklərlə zəbt olunub səkidən və qabaqda da hasarlanma var. Gördüyünüz kimi bu hasarın tikilişdən sonra sökülməyini ona görə ümid etmirəm ki, bu dəmir dirəklər artıq bastırılıb və səki yarıya bölünüb. Burada dayanacağım. Deməli arxasından insanlar bir-birini gözləməlidir. Yan-yana keçmək mümkün deyil. Qabaqdan görürsüz, keçmək çətindir. Artıq burada bu hasarlanmış yerdə tikinti işlərinə başlayıblar və burada daş kubiklər gətirilib, daşındı və bura yığılır. Deməli, hörmətlə çəkilişi edən könüllü nəzarətçilər İctimai Birliyinin Gəncə Regionlar Təşkilatı tərəfindən olundu. Teşekkür ederim izlediğiniz için.